Bazar ekspertləri həyəcan təbili çalırlar. Alman nəhəngləri elektrik inqilabında liderliyi itirib. Seçim böyükdür, hər zövqə uyğun model var. Amma bugün bura gələn alıcı təkcə dizayna və rahatlığa baxmır. İndi əsas sual budur. Mühərrik qapağının altında nə var? Ənənəvi sistem yoxsa elektromobil? Nə Volkswagen, nə Mercedes, nə də Porsche artıq qiymət təzyiqinə tab gətirə bilmir. İnvestisiya holdingi Porsche SE Volkswagen konsernində böyük bir paya malik idi. Lakin Volkswagenin hazırda yaşadığı problemlər fonunda bu payın dəyəri nəzərə çarpacaq dərəcədə azalıb. Bu problemlərə Birləşmiş Ştatların tətbiq etdiyi gömrük rüsumları, elektromobillərə keçidin çətin prosesi, Çində tələbin azalması və Avropada Çin avtomobili istehsalçılarının artan rəqabəti daxildir. Buna görə də Porsche SE öz maliyyə hesabatlarında Volkswagen-dəki payının dəyəri üzrə milyardlarla avro həcmində böyük dəyərsizləşdirmə aparmağa məcbur olub. Bu söz növbəsində bu ilin birinci rübündə investisiya holdinginin ciddi zərərlə üzləşməsinə gətirib çıxarıb 923 milyon avro. Ötən il Porsche və Piaget ailələrinin nəzarətində olan Porsche SE holdingi 1 milyard avrodan çox zərərlə üzləşmişdi. Şirkətin mətbuata verdiyi açıqlamaya əsasən buna səbəb mürəkkəb bazar şəraiti idi. Volkswagen konserninin rəhbəri Oliver Blume etiraf edir. Köhnə biznes modelləri artıq işləmir və Almaniya Asiya rəqiblərinin təcrübəsini mənimsəməlidir. Avtomobil sənayesinin 10 illiklər boyu sabit uğur yaşadığı dövr artıq başa çatıb. Bizdə tam miqyaslı yenidən yönləndirmə lazımdır. Çin istehsalçıları son dərəcə planlar hərəkət edirlər. Onların dəqiq prioritetləri və optimal qurulmuş strukturları var və Alman avtomobil sənayesi bundan öyrənməlidir. Görüləcək çox iş var və sərt qənaət, o cümlədən zavodlarımızda xərclərin azaldılması sağ qalmağın yeganə yoludur. Almaniya Avtomobil Sənayesi Assosiasiyası isə vəziyyəti yumşaltmağa çalışır. Almaniyanın əsas avtomobil qurumunun mətbuat xidmətinin rəhbəri Eva Siegfried bildirir ki, panikaya ehtiyac yoxdur və Alman markaları sərt əks hücuma hazırdır. Alman avtomobil sənayesi gələcəyə tam hazırdır. Təkcə 2026-2030-cu illər arasında biz yalnız tədqiqat və inkişaf üçün 320 milyard avro investisiya edəcəyik. Daha 220 milyard avro isə zavodların modernləşdirilməsinə yönələcək. İqlim baxımından neytral mobillik, rəqəmsallaşma və avtonom idarə etmə diqqət mərkəzindədir. Almaniyada qeydiyyatdan keçən hər 10 elektrik avtomobilindən 7-si bizim istehsalımızdır. Biz rəqabətə hazırıq. Lakin Almaniya Avtomobil Sənayesi Assosiasiyası vurğulayır ki, zavodlar tək başına bu çətinliklərin öhdəsindən gələ bilməz. Alıcılar elektrik avtomobillərinə keçidi ləngidir. Səbəb isə zəif infrastruktur, elektrik enerjisinin baha olması və elektrik doldurma stansiyalarının çatışmazlığıdır. Bütün çağırışları biz özümüz həll edə bilmərik. Burada siyasət lazımdır. Dövlət elektrik enerjisinin qiymətini aşağı salmalı və elektrik doldurma şəbəkəsini genişləndirməlidir. Əlbəttə ki, yeni bazarların açılmasına dəstək də vacibdir. Avropa İttifaqı, Hindistan və Mercosur ölkələri ilə bağlanan son sazişlərə bənzər daha çox ticarət müqaviləsi imzalamalıdır. Avtomobil Sənayesi Assosiasiyası gələcəyə qismən nikbin baxsa da, əsas sual açıq qalır. Berlinin lənk hərəkət edən siyasi maşını zavodlar tamamilə boşalmadan əvvəl biznes üçün şərait yarada biləcəkmi? Günay Məmmədova, Azərbaycan Televiziyasının Avropa Bürosu, Almaniya, Berlin.